Değerli şagirdlər, hər vaxtınız xeyir olsun. 23-11-ci ay 2025-ci il YUSİ Akademinin keçirdiyi buraxılış fənni sualların izahına baxacaq. 11-ci siniflər üzrə riyaziyyatdan keçək suallarımızın izahına. Birinci sualda nə deyir bizə? Hansı ədədin tam hissəsi vahidə bərabərdir? Bir dəqiqə qələmimi düzəldim qoy. Hansı ədədin tam hissəsi vahidə bərabərdir? Yəni 1-ə bərabərdir. Mən buradan baxıram ki, elə cavabımız nə olacaq? -0.3. Tam hissə nədir? Ədəd aşma ilə böyük tam ədəd. Mənfi ədədlərdə ədəd aşma ilə böyük tam ədəd necə çıxır? -1. 1-də olur D variantı. İkinci sualda. Bu tip misallarda biz nə edirik? Aralarındakı fərqə baxıram ki, görürəm ki, 2 vahid 2 vahid nə edir? Dəyişir. Onda biz onu nə edirdik? 2-də 1 2-ni çıxardırdıq qarşıya. Onda olurdu birinci ifadədən, yəni 1-dən çıxırdıq nəyi? Sonuncu ifadəni. Çıxırdıq 15-də 1-i. Biz hələ A ədədini tapacaq. Onda nə olur? 2-də 1 vurulsun. 1-dən 15-də 1 çıxanda neçə qalır? 15-də 14. İxtisarlarımızı aparsoy neçə çıxır? 15-də 7. Axı məndən 30A ifadəsini soruşur. 30 dənə A. Yəni 30 vurulsun neçə? 15-də 14. 30-dan 15 ixtisar getdi 2. 2-ni də 14-də vursam neçə çıxır? 28. 28 nə idi? Bir dəqiqə. 2, 28. Harada yanlışlığa yol verdik biz? 15-də, 15-də 7 qalır. 15-də ixtisar gedir, 15-də 7 qalır. İndi 2-ni də neçəyə vuracam? 7-yə vuracam, neçə çıxır? 14. 62-də A variantı. 63-cü sual. Muxtasar mod üstürüdür. Sürəti necə açaram? A-nın kvadratı minus 4. A-nın kvadratı plus 4 və məxrəcimdə nə var? A kvadrat plus 4 vuruğu var. Bir də nəyimiz var bizdə? A minus 2. Baxıram ki, A kvadrat plus 4-lər 7 ixtisar və sürətdə A kvadrat minus 4-ü də mən açaram necə? A minus 2, A plus 2 kimi. Məxrəcimdə də nə vardı? A minus 2. A minus 2-lər də 7 ixtisar, yekunda nə qaldı? A plus 2. A variantı 63-də. 64-cü suala baxaq. Mürəkkəb ədədin 2 qatı aşağıdakı ədədlərdən hansı ola bilər? Yəni 2 qatı o deməkdir ki, 2-yə vurmuşuq, almışıq biz ədədlərimizi. Düzdür? İndi nə edəcəyik variantlarda? 2-yə bölərik. A gedər. Niyə? 2-yə bölsəm 15 qalır. 15 mürəkkəb ədəddir. B gedər. 2-yə bölsəm 21 mürəkkəb. C də 2-yə bölsəm 10 mürəkkəb ədəd. D-yə baxın. 2-yə bölsəm 13. 13 sadə ədəddir. Düzdürmü? Çünki 2 qatı mürəkkəb ədəddən bizdən gedir söhbət. Şərtdə deyir. 18-də 2-yə bölsəm 9. 9 da mürəkkəb ədəd. Elə cavabımız nə olacaq? D. Qonşu bucaqlardan biri düz bucağın 5-də 1 hissəsinə bərabərdir. Düz bucaq neçədir? 90 dərəcə. Bunun da 5-də 1 hissəsini tapsam 18 dərəcə taparam mı? Demək, qonşu bucaqlardan biri 18-dirsə, əgər onun qonşusu 168 olar, 160 daha doğrusu 2 olurmu? Qonşu bucaqların cəmi 180 tamamlamalıdır. 65-də də D variantı. Keçdik neçəyə? D çıxırmı bizdə? Bəli, D. O birisindən neçə tapmışdı? 66-cı sual. 66-cı sualda nədir? A parametr hansı qiymətində tənliyin həlli yoxdur? AX plus B bərabərdir 0 şərtində xətti tənliyimizdə. X-in əmsalı 0, B isə 0-dan fərqli olduqda bu xətti tənliyi nə oldu? Həlli olmurdu. Yəni bunu sadələşdirək. AX minus 3X minus 7 minus 4 bərabər 0. Bu ifadədən nə edərəm? X-i çıxardaram qarşıya. A minus 3X minus 11 bərabər 0. Xətti tənliyə gətirdikmi biz? Biz də xətti tənliyində demişik həllinin olmaması üçün nə olmalıdır? X-in əmsalı 0 olmalıdır. Yəni A minus 3 bərabər 0. A nəyə bərabərdir? 3 isə A-nın 3 qiymətində bu xətti tənliyi nə olacaq? Həlli olmayacaq. Düz bucaqlı üç bucağın ən kiçik medianı. Bir dənə düz bucaqlı üç bucaq çəkirəm. Ən kiçik median deyirsə düz bucağa çəkilən mediandır uşaqlar və medianı 5 sm. Median 5-dirsə biz bilirik axı median hipotenuzun yarısına bərabər deyilmi? Onda hipotenuzdan neçə çıxır? 5, 5, 10-a bərabər olmuş olar. Bu uzunluq, bəli, 10. Və kiçik tərəfi isə 6-dır. Kiçik tərəfi də 6-dırsa, Pifaqor ədədlərə görə düz bucaqlı üç bucaqda əgər 6, 10-dursa, digər katetin üçün 8 qalırmı? Bəli, perimetr bizdən nəyi soruşur? Bütün tərəflərin cəmi 6, 8, 10. 24-də bərabərdir. B variantı da perimetr. 67-də. Keçdik 68-də. Kökdür. Bir dənə sadələşdirim. Kökün belə bir xassəsi var bizdə şagirdlər. Dərəcə M-dirsə, A-nın qüvvəti də dərəcəsi N-dirsə, bunu necə yazırdım? M bölünsün M şəklində yaza bilirəm mən. Onda nə edirəm? Birinci kökü sadələşdirsəm, A vurulsun. İkinci kökü bu şəkildə yazmış olaram.
6 bölünsün 4. 6 2-yə deparsam ixtisar 2-də 3 kimi qalacaq. Bu mənim sürətim olur. Məxrəcim nə olur? İnşallah görürəm ki, kub dərəcədəndir. Yəni birinci bir sadələşdirim. 2a bağla kub kimi yazın bunu. Sürətimi yəni bir də sadələşdirək. 5 dərəcədə nə olacaq? A üstü 2-də 5 olurmu? Bu da belə və kökdən də heç nə qalmır. Məxrəc kökdən azad olundu. 2a qalmış oldu. Yəni sürət ayrılıqda hesablayaq. Bax bu xassiyyə görə mən bir də nə edərəm? A üstü 2-də 5-i bölmüş olaram nəyə? 5-ə. Bölürəmsə 5-ə, bölməni vurma ilə əvəz eləsəm, mən nə olur? Tərsinə çevrilirmi 5-də 1 kimi? Bunlar da ixtisar gedir. A üstü 2-də 1 qalırmı? Demək sürətimdə nə oldu? A üstü 2-də 1 bölünsün 2 dənə A. Bunu da bir kökə salsam, daha doğrusu bir dəqiqə baxın. Harda yanlış? Hə, sürətdə A üstü 2-də 1, məxrəcdə kökə salacağım da sürəti. A bölünsün 2 dənə A. Kök altına A bölünsün 2A varmı elə cavabımız bizdə? 68-də, D variantı. Gəldik 69-cu suala. Yəni lövhəni təmizləyim. Silmək. Uşaqlar, gəlin bunlar variantlarından işləyək. Baxın, bura sondan başlayaq. 5-ci suala baxın. 5-ci sualda bu hissəni mən irrasionaldan azad eləsəm, məxrəcin qoşmasına vursam da, nə olar onda məndə? Kök 2 plus 1 qalır. Bir də minus kök 2. Kök 2-lər getdi 1-ə bərabər olmuş oldu. Bax, 5-in cavabı 1-dir. 1 nədir? Rasionaldır. Düzdürmü? Rasionaldırsa bizdən irrasionalları soruşur da variantda. 5 olan variantları ataram, gedər. Burada məndə qaldı 2 dənə variant. Sonra 4-ə baxsam 32 üstü 5-də 1. Bundan qabaqki misaldakı xassiyyə əsasına məxrəcdə nə idi? Kökün dərəcəsi. 32-ni də yazaram 2 üstü 5-ə görə. Bunları da aparsam 2-yə bərabər olurmu? Demək bu da rasionaldır. Rasionalda 4 olanlar da getdi. 4-də getdi. Məndə cavab A variantı olacaq. Gəl baxıq yoxlayaq. Üçüncüsü 3-də nə deyir bizdə? 2 kök altında 2 minus 8 kök 8-i də parçalayıram. 4 vur 2 kimi. Onda nə çıxır məndən? 2 kök 2 minus 2 kök 2. Sıfıra bərabərdirmi? Sıfırdırsa bu da rasionaldır. Məndən irrasionalları soruşur. Bax, ikinciyə baxın. 25 üstü 3-də 1. Yəni kökümün dərəcəsi 3, kök altında 25. Bu həqiqətən də nədir bizdə? İrrasionaldır. Çünki çıxmır. Kimsə çaşar 5 çıxardar. Xeyr, kvadrat kökümün dərəcəsi 3-də. Əgər kökün dərəcəsi 2 olsaydı çıxarda bilərdik. Və uşaqların ən çox çaşdığı məqam nədir? Pi ədədindən çıxıb 3,14. Hə, deyir ki, pi ədədi də 3,14-dür. Çıxır 3,14. Hə, 0. Xeyr. Biz pini təqribən 3,14 götürürük. Bu sonsuz dövrü onluq gedir. Ona görə biz bilmirik o. Yuvarlaq götürürük ki 3,14. Bu da bizdə nədir? Rasionaldır. 1 və 2 A variantı. 70-ci tapşırığa baxaq. 70-də bizdə nə deyir? Baxaq bir dəqiqə. ABC üçbucağında bucaq A. Bucaq arada bunun sinusunu verib bizə CB-ni tapın. İnşallah CB hansı bir x deyərəm, onu taparıq. Hansı qayda ilə tapacağım? Sinuslar teoremi. Sinuslar teoremi nə idi? Bucağın qarşısındakı tərəfin həmin bucağın sinusuna nisbəti. Yəni, bucağın qarşısında x-in həmin o tərəf qarşısında bucaq nədir? Sinus A-ya nisbəti. Sinus bucaq A bərabərdir. Eyni qaydada da 4 kök altında 3-ündə nəyə nisbət olacaq? Sinus 60 dərəcəyə nisbəti. Bax, bunun qarşısında da duran tərəf budur. Aha, bu ifadələri nə edərik biz? Çarpaz vurarıq. 4 kök altında 3 vurulsun sinus bucaq A bərabərdir. X vurulsun sinus 60 dərəcə. Uşaqlar 4 kök altında 3 qalsın. Sinus bucaq A-nı neçə verir bizə? Daha doğrusu sinus hədə bucaq sinus A bucağın sinusunu verir bizə neçə? 20-də 19 bərabərdir. X vurulsun sinus 60 dərəcəndə biz bilirik ki, neçədir? Kök altında 3 bölünsün 2. İndi biz buradan ixtisarlarımızı aparsaq, 4 ilə 20 getsə, burada 5 qaldı. Kök 3-lər buradan ixtisar getsə, onda nə qalır bizdə yekunda? 5-də 19 bərabərdir, x bölünsün 2. Bunlar da çarpaz vursuq, 5x bərabərdir. 2, 9-un 18 bir yadda, 38. X bərabərdir, 38-də 5. Məxrəci 10-a gətirsəm, 2-yə vursam, neçə eləyəcək? 76, yəni 7,6. Doğru cavabımız nə olur? 7,6. 70-də D. Keçdik. Növbəti suala. Gəlin şəkil üzərində işləyək. Bizdə haranı verib? AOC bucağın verib neçə dərəcə? 30. Onda əgər bu bucaq 30 veribsə, onun qonşu bucağı neçə dərəcə olur? 150 dərəcə olur, olmur.
OB-ni də verib bizə neçə? 6. Yəni radiusumuz nəyə bərabərdir? 6-ya. Alfa bucağımız nə oldu? Həmin o qövsə söykənən bucağımız 150 dərəcə. Bizdən bax bu qövsün nəyin soruşur? Dərəcə ölçüsünü soruşsaydı ilə birbaşa 150 deyərdik. Qövsün uzunluğunu soruşur. Biz də qövsün uzunluğunun düsturunu bilirik ki, pi r alfa böl neçə? 180 dərəcə. Pinin qiyməti verməyib, yazdıq yerinə. Radiusu verib 6, bucağımızı verib 150 dərəcə, bölünsün 180-ə. Buradan ixtisarlarımızı aparsaq, sıfırları apardım. 6 ilə 18 apardım, 3 qaldı. 3 ilə 15 getdi, 5. Nə qaldı bizdə? 5 pi demək, bu qövsümüz uzunluğu nəyə bərabərmiş? 5 dənə piyə. 72-ci suala baxaq. Əbob A ilə B-ni verib bizə neçə? 4. Bu nə deməkdir? Yəni, A-nın da tərkibində 4 vuruğu var. B-nin də tərkibində 4 vuruğu var. Və bizdən bir ifadədə verib ki, 8 bölünsün A bərabərdir B bölünsün 6. Biz bu ifadələr çarpaz vursaq, A vurulsun B-ni neçə tapmış oluruq? 48. A-nı 4n, B-ni 4n nəzərə alsaq, 4n vurulsun 4n bərabər 48-ə, yəni 16 dənə mn bərabər 48. Mn hasilini tapsam, hər tərəfi 16-ya bölsəm 3 tapmış oluram mı? Görürəm ki, 3 də sadə ədəddir. Hansı ədədlərin hasili 3-ü verir? 1 ilə 3-ün yalnız və yaxud da ki, 3 və 1 fərqi yoxdur. Bizdən A plus B cəmi soruşduğuna görə bir də A-nı 4, B-ni 12 götürə bilərəm və yaxud da ki, B-ni 4, A-nı 12 götürə bilərəm. Yəni, cavabı neyini vermiş olacaq? 4-dən 12-nin cəmi neçə çıxır? 16. Y variantı. Keçdim 73-cü suala. A, B, C, D çoxluğun alçoxluların sayı. Alçoxlular 2 üstü ilə tapılır. Yəni, elementlərin sayıdır burada. Neçə dənə elementimiz var? 4 dənə. 2 üstü 4 neçə verir? 16. B variantı 73-də. 74-də baxırıq. Çoxluqları demək olar ki, böyük bir əksəriyyət misallarını biz Venn diaqramı ilə yazırıq. Gəl elə Venn diaqramı ilə yazaq onu da. A çoxluğu var, bir dənə var B çoxluğu. Kəsişməni verib bizə 4. Birləşməni də 13 verib. Şagirdlər, mən bura bir x yazsam, bura y yazsam, x plus 4 plus y mənim birləşməmi verirmi? Və birləşmə də 13-dürsə, buradan x plus y cəmini taparam neçə? 9. N A plus N B. A çoxluğu hansı çoxluqdur bizdə? Bax, bu çoxluq. Çoxluğu neçə verib mənə? X plus 4 veribmi? Plus 4. B çoxluğunu neçə verir? Y plus 4. Buna da yazıram y plus 4. Məndən bu cəmi istəyir. Bu cəmi bilirəm, axı x plus y plus 4 ilə 4-ün cəmi neçə verir? 8. X plus y cəmini tapmışdım neçə? 9. 9 plus 8 bərabər 17-yə. Onda 74-də cəmi biz necə tapmış olduq? 17. Burada cavabımız nə olacaq? 17, 74-də. Keçdik 75-ci suala. Diametrləri 12 olan çevrəli mərkəzlər arasındakı məsafə olarsa, çevrələr arasındakı ən qısa məsafə. 2 dənə çevrəmiz var. Ya çevrələri çəkək. Bir dəqiqə. Bir dənə belə çevrəmiz olsun. Bir dənə də bu şəkildə çevrə. Bizə deyir ki, diametri 12 cm. Əgər diametri 12-dirsə, radiusum neçə çıxır? 6 çıxırmı? Digərində diametri 6-dırsa, onda bunun da radiusu neçə çıxır? 3 çıxır, çıxmır. Və mənə deyir ki, bunun mərkəzləri arasındakı məsafə, yəni buradan bura olan məsafəm neçədir? 17-dir. Çevrələr arasındakı məsafəni məndən soruşur. Çevrələr arasındakı ən qısa məsafə ilə bax, buradan bura olan məsafədir. Baxın bura. 17-dən mən çıxaram 6 ilə 3-ün cəmin. 17 çıxılsın 6 plus 3. Neçə verir mən? 17 minus 9. 8-i verir, vermir. Onda ən qısa məsafəmiz neçə olur? 8. 75 getdi. Keçdik 76-ya. 76 da sadə misaldır. Cüt dərəcədənsə mən nədən modulda çıxarıram? Tək dərəcədənsə olduğu kimi çıxır. Və modulda -6 minus 2 vurulsun -6. Moduldan zaten müsbət çıxacaq. 6 plus 12. Bu da nəyə bərabərdir? 18-ə. 76-da da cavabımız olur 18. Aha, bu misal. Baxıram ki, kökümün dərəcəsi eynidirsə, kökün dərəcəsi eyni olanda bir kökdə yaza bilirdim. Yəni 2 kök altında 15 minus kök 11 vurulsun. 2 kök altında 15 plus kök altında 11. Bir kökdə yazıram. Plus 20. Axı biz bilirdik ki, bu nə hansı düsturun açılışıdır? A kvadrat minus B kvadrat. Yəni 2 kök altında 15-in kvadratı. 2 kök altında 15-in kvadratı neçə edir bizdə?
4, 2'nin kvadratı 4, kök 15'in kvadratı da 15. 4'ü 15'e vursam 60, minus kök 11'in kvadratı da 11, plus 20. 60'dan 11 çıxıram, kök 49. Kök 49'dan necə çıxacaq bizdə? 7, üzərinə də 20-ni gəlsəm elə nəyi verir mənə? 27-ni vermiş olacaq, 77. Cavabımız olur 27. 78-ci suala baxacaq. 78-də nə deyir? Tərəfi 6 olan üçbucağın orta xəttini tapın. Mənə demir hansı orta xətti və orta xəttin daha doğrusu ən böyük tam qiymətini soruşur. Uşaqlar, nə edərək biz burada? Bax, buradan orta xətti çəksəm, mən buna deyərəm ki, 15, düzdürmü? Bu 15 oldu. Buradan çəksəm orta xətti deyərəm 8-dir. Və məndən ən böyüyünü soruşduğuna görə buradan da çəksəm, axı mən bu tərəfi bilmirəm. Tapım görməli bu tərəfin uzunluğu nədir? Bu tərəfi də necə taparam mən? Üçbucaq bərabərçiliyinə görə. Yəni hər hansı bir tərəf digər iki tərəfin cəmindən kiçik, 46-dan kiçik. Fərqinin modulundan nə olacaq bizdə? Böyük olmuş olacaq. Bu da olsun 14 və məndən ən böyük soruşduğuna görə x burada ən böyük qiymətini neçə alır? 45. Əgər tərəfim 45 olsa, orta xətt bunun yarısı olacaq və məndən tam ədəd verməyəcək. Məndən deyir ki, orta xəttin ən böyük tam qiymət. Ən böyük tam olması üçün mən bura məcburən 44 yazaram ki, orta xəttə paralel olduğu tərəfin nədir? Yarısı. 22 olsun cavab. Aydındır? Bir dəqiqə görək. Aha, demək burada cavabımız nə oldu bizdə? 22. Sonra 79'a baxaq. 79'da nə deyir bizdə? Belə bir ifadə verilir. Bizdən düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdirsə, mən baxıram ki, məcburən A-ya ən kiçik, A plus B cəminin ən kiçik dediyinə görə mən A-ya neçə verə bilərəm? A-ya bir dənə 6 verə bilərəm. B-yə də 0 verə bilərəm. Zaten A plus B cəminin kiçik soruşduğuna görə mən bir neçədən qiymət verə bilirəm. Sadəcə məndən kiçik olduğuna görə. Onda kəsirim hansı şəkildə düşür? 637 bölünsün 607. Bu düzgün olmayan kəsirdirmi? Və A plus B cəminin ən kiçik qiymətini dediyinə görə elə cavab nə olacaq? 6-ya bərabər olmuş olacaq. Bax, bir neçə dənə burada qiymət verə bilirəm. Mən A-ya 7 də verə bilərəm, 8 də verə bilərəm, 9 da verə bilərəm. B-yə də bir neçə qiymət verirəm. Sadəcə onların cəmin soruşduğuna görə mən nə verirəm? B-yə 0 və B-yə də 0 verə bilirəm. Niyə? 0-dan başlamır. Ortada gəldiyinə görə bəli 0-ı da alır. 80-ci suala baxaq. ABC üçbucağında sinus, gəlin üçbucağımızı çəkək. A, B, C. ABC üçbucağında sinus bucaq A-nı verib 3'də 2. Sinus bucağı, daha doğrusu A bucağının sinusu B bucağının sinusunun 3'də 2'sinə bərabər olarsa AC plus BC-nin də 35 olarsa BC tərəfinin uzunluğunu tapın. AC plus BC. AC-yə mən hər hansı bir x desəm, BC-yə hər hansı bir y desəm, məndən hansı tərəfin uzunluğunu soruşur? BC tərəfin. BC y-dir, yəni y bərabər sual onu soruşur və məndən x plus y cəmində neçə verib bizə uşaqlar? 35. Yenə də hansı qaydaya gedərik biz? Hansı bucaqlar məlumdur bizə? Tərəflərə görə, bax, sinuslar teoremi. Tərəf, o tərəf qarşında duran bucaq. Onda y-in sinus bucaq A-ya nisbəti bərabər olur x-in də sinus bucaq nəyə? B-yə nisbəti. Bunları biz çarpaz vursaq, onda nə olar? X vurulsun sinus bucaq A bərabərdir. Y vurulsun sinus bucaq nəyə bərabərdir? B-yə. Bizdə belə də ifadə verilib ki, sinus bucaq A 3'də 2 sinus B-yə bərabərdirmi? Götürüb nəzərə alaram yerinə. Yəni sinus 3'də 2 sinus bucaq B bərabərdir y vur sinus bucaq B-yə. Nələr ixtisarımız gedir? Sinus bucaq B-ləri ixtisar aparsam, onda 2 dənə x bərabər olurmu 3 dənə y-ə? Yəni çarpaz vurdum da burada da x vurdum surətə, məxrəcdə 3'ü də vurdum bərabərliyin sağ tərəfindəki y-ə. Onda bu ifadədən x 3 dənə k, y də 2 dənə k yaza bilirəmmi? Bunları gətirib burada nəzərə alsam, 2k plus 3 dənə k bərabərdirmi 35-ə? 5 dənə k-mız çıxsa 35, k neçə çıxır? 7. K 7, məndən y-i soruşur. Y neçə idi? 2k. 2-ni də 7-yə vursam neçə çıxır? 14. 80-də də cavabımız olacaq neçə? 14-ə. 81-ci sual. 81-də, bax, lövhəni təmizləyə qoy. 81-də nə deyir bizə? Kök 19 minus 7 ədədinin kəsir hissəsi A bölü kök 19 plus 4 olarsa A ədədini tapın. Gəlin əvvəla biz özümüz bunun nəyini tapaq? Kəsir hissəsini tapaq.
Nəyi nəzərə almalıyıq biz? Görək hələ kök 19 hansı iki tam ədəd arasında yerləşir? 4-dən böyük, 5-dən kiçik. Yəni təqribən götürürəm də bunu mən. 4,6 məsələsini götürdüm. Minus 7. Bundan da neçə çıxır? Mənfi 2,4 çıxır, çıxmır. Bu şəkildə gedir. Bunun tam hissəsi neçədir? Mənfi 3. Bəs yaxşı, ədədin kəsir hissəsini necə tapırdıq? Ədədin kəsir hissəsində ədədin özündən nəyi çıxırdıq biz? Tam hissəsini çıxırdıq mı? Ədədimiz neçədir bizdə? Kök altında 19 minus 7. Çıxılsın tam hissə. Tam hissəmiz nədir? Mənfi 3. Onda belə çıxır ki, kök altında 19 mənfi edəcəm müsbət. Yəni 7 plus 3. Bu da nəyə bərabərdir? Kök 19 minus 4. Demək ədədimizin kəsir hissəsi neçə oldu? Kök 19 minus 4. Və mənə deyir ki, kəsir hissəsi bu ifadəyə bərabərdir. Onda bunları neyin edirik? Bərabərləşdirərik. Minus 4 bərabərdir. A bölünsün kök altında 19 plus 4. Bu ifadəyə məxrəci 1 olan kəsir kimi baxıb ifadələri çarpaz vursuq, onda olacaq A bərabərdir. Kök 19 minus 4 kök 19 plus 4. A minus B, A plus B-nin açısına görə kök 19-un kvadratı minus 4-ün kvadratı. A ədədi buna bərabərdir. Onda belə çıxır ki, 19 minus 16. A da nəyə bərabərdir? 3-ə ilə məndən A ədədini soruşurdu. A ədədi nəyə bərabər olmuş oldu? 3-ə. Bu da oldu bizim 81-ci sualımız. 82-ci suala baxaq. 82-də nə deyir? İfadənin ən kiçik qiymətini tapın. Kəsir nə zaman ən kiçik qiymətini alır? Məxrəc ən böyük olduqda, sürət ən kiçik olduqda. Məxrəcimiz zaten içdir, dəyişmir. Onda biz belə çıxır ki, x kvadrat minus 4x plus 25-in ən kiçik qiymətini alıram. Bax, bu hissəni 4x plus 22-ə. Bu hissəni necə açaram mən? X minus 4 bağla kvadrat kimi açaram. Bu ifadənin açılışına baxın. X kvadrat minus 4, x plus 4. Amma burada görürəm ki, plus 25-dir. Onda məcburən bura mən bir də nə edərəm? 25-i artıraram. Bu ifadənin ən kiçik qiyməti neçə olur? Bu sıfıra getdikdə 21 olurmu? Bəli. Və məndə də cavab nədir? 21 bölünsün məxrəcimdə 3 var idi axı. 3 bərabərdir neçə olur? 7. Demək bu ifadənin ən kiçik qiyməti nəyə bərabər olmuş oldu? 7 ya. Bu da belə. Keçirəm növbəti sual 83-ə. Bir dəqiqə lövhənin əsasını. 83-də nə deyir bizə? Diaqrama əsasən x-i verib 8. X 8-dirsə, A-nı da verib xəttlərlə. A bu deməkdir. A-nın qiyməti neçədir bizdə uşaqlar? 4-ə bərabərdir. B-ni də nöqtələrlə verib. B-ni də verib ki, bura. B də onda 6-dırsa və x-i də verib 8. Surətimdə nə olar? 5 dənə A. 5 4-də. A da 4-dürsə 5 4-ün 20 minus x neçədir? 8 bölünsün. Məxrəc nədir? 2b. B-ni də 6 verib 2 6-nın 12 minus 8. Onda ifadəmiz nə olur? 12 bölünsün. 4. Bu da nəyə bərabərdir? 3-ə bərabərdirmi? Bəli. 3. Burada da cavabımız nə olacaq? 3-ə bərabər olmuş olacaq. Baxaq növbəti suala 84-cü sual. 84-də nə deyir bizə? Qoy lövhəmiz. Aha. A və B məntəqələrindən eyni anda və eyni sürətlə iki avtomobil hərəkət edir. Demək uşaqlar, A və B məntəqələrindən eyni anda və sürətləri də eyni olan iki avtomobil qarşı-qarşıya hərəkətə başladı. Hərəkətə başlayandan 2 saat sonra 2 saat sonra deyirsə, bu nə qədər yol getmiş olar? V bərabərdir S böl T düsturuna mən S-i tapsam, V vur T tapmış oluram, olmuram. Onda getdiyim məsafə 2V olarmı? Çünki 2 saata deyir. Eyni sürətlə dediyinə görə və eyni anda başladığına görə hərəkət. Bu da neçə olmuş olacaq? 2V olmuş olur, olmur bizdə. Və aralarındakı məsafə deyir ki, nə qədərdir? 170 kilometr. Bura 170-dir. Bunu bildik. Onda bütün yolumuz nə qədərdir bizim? Bax, bütün yol S. 2V plus 170 plus bir dənə də 2V. Yəni 4 dənə V plus 170. Bu mənim nəyimdir? Yolumun uzunluğu. Yəni sürəti tapsam, neyini yaram oradan? Hədə sürəti tapsam, buradan vuraram yerinə, tapım gedər. Sonra, yenə də bu səfər bizə nə deyir? Neçə saat gəldikdə? 3 saata. 3 saata deyirsə A, B. 3 saat deyirsə, bu bir səfərsə 3V qədər yol qət eləyəcək. Eyni qədər də bu da 3V qədər yol qət eləyir və bizə nə deyir? Aralarındakı məsafə nə qədər qalmış olur? 50 kilometr qalacaq. A və B məntəqələri arasındakı məsafənin neçə kilometrdir? Aha. Yenə də uşaqlar, bax bu məsafə eynidir, dəyişmir ki, onda bu ifadələri bir-birinə nə edəcəm? Bərabərləşdirəcəm. Bax, 3V plus 3V plus 50
bərabərdir. Bu gedilən ümumi yolumuzun uzunluğu deyilmi? Ümumi yolun uzunluğu da buna bərabərdir. 4 dənə V plus 170'ə. Və buradan V'ni tapa bilərikmi? 3V, 3V. Neçə edir? 6 dənə V plus 50 bərabərdir 4 dənə V plus 170. 4V'ni atsam sol tərəfə, 6V'dən 4V'ni çıxsam, 2 dənə V bərabərdir 170'dən də 50'ni çıxsam 120. V'ni neçə tapmış oluruq? V'ni tapdıq 50. 50 nə idi? 60. Sürətimizi tapdıq 60. Onda məsafə nə olur? Gətirib burada nəzərə alsaq yerinə. S bərabərdir 4V, 4 altını, 4 60'ın 240. Üzərinə də gəlsəm neçəni? 170. Bu neçə verir məndə? 410 verirmi? Demək nə qədər olmuş olur? 410 kilometr. 410 kilometr. Nisbətən digər suallara baxanda bu biraz düşündürücü sual oldu. Biraz da məntiqlə yanaşsınız, taparsınız, rahatdır. Demək uşaqlar, sonuncu sualımıza gəldik. Sonuncu sualda nə deyir bizə? ABC üçbucağında, gəlin birinci üçbucağımızı çəkək. A, B, C üçbucağı. Burada nə yazdıq? D. ABC üçbucağında AD-nin AC-yə nisbəti neçə verib? 3'ün 7'yə nisbəti. AD məsafəm haradır bizdə uşaqlar? Baba, bura. 3'ün 7'yə dediyinə görə mən bura 3K. AC 7K olduğuna görə mən bura məcburən neçə yazım? 4 dənə K yazacağım. Çünki 3K'sı burada, 4K burada. Bunu bildik. Və məndən deyir ki, ABC, yəni üçbucaq ABC-nin perimetrini verib 70. Nəyin perimetri? Uşaqlar, bax, buranın perimetrini S1 desəm, buna S2 desəm və S1 ilə S2-nin cəmidir. Bu da neçədir? 70. Çünki məndə böyük üçbucağın sahəsini, üzr istəyirəm, sahəsini verib. Böyük üçbucağın sahəsini verib 70. Və biz mütənasib nisbətlər bilirdik ki, S1-in S2-yə nisbəti bərabərdir nəyin? 3K-nın da nəyə nisbəti? 4K-ya nisbəti. Uşaqlar, indi bunu biz kəsirlə yazsaq, onda S1 bölünsün S2 bərabərdir nəyə? 3'ün 4'ə, yəni K-lar ixtisar getdi də bizdə. Onda belə çıxır ki, nə olur bizdə? 4 dənə S1 bərabərdir 3 dənə S2. Buradan S1'i tapsam, 70'dən çıxıram S2'ni. Gətirib burada yerinə yazaram. 4 vurulsun. S1'i neçə tapdım mən? 70 minus S2 bərabərdir 3 dənə S2'yə. Çarpacaq vurub açıb sadələşdirirəm. Neçə eləyir? 280 minus 4 dənə S2 bərabərdir 3 dənə S2'yə. 4 S2'ni də sağ tərəfə keçirsəm 280 bərabərdir 7 dənə S2 və S2'ni tapıram buradan. 280'i 7'yə böldüm, neçə çıxdı? 40. S2'nin sahəsi bizdə oldu 40. Bura 40'dırsa, onda bura üçün 30 qalırmı? Cəminin 70 olması üçün. Məndən nəyin sahəsini soruşur? BCD. BCD haradır? Bura. Buranı neçə tapmışam? 40. Onda cavabımız neçə oldu? 40'a. Bu da oldu bizim sonuncu sualımız. Sağ olun.